Salam, axşamınız xeyir, əziz xurma fermerləri. Bugün vəziyyət nə qədər ciddidir artıq görürsünüz. Və mən hər il demək olar ki, eyni məlumatları bölüşürəm sizinlə. Təkrar qeyd edirəm ki, ağacların yarpaqları tökülmədən qışlıq gübrəsini vermək lazımdır. Kim ki verir, problemi yoxdur. Kim ki vermir, bu şəkildə əziyyətini də çəkməlidir. Ötən il bir başqa xəstəlik idi. Bu il isə yeni bir xəstəliklə üz-üzə qalmışıq. Ötən il meyvələrin üzərində heç nə hiss olunmurdu. Yəni, əl vururdun, suluqlanıb tökülürdü yerə. Heç nə bilindirmirdi. Və ya erkən tökülmələr çox nəzərə çarpırdı ötən il. İndi isə meyvə qabığında qara ləkələr, çökük ləkələr müşahidə olunur. Ötən il bir başqa göbələk idi. Bu il artıq Botryosfaria göbələkdir. Bu da vəziyyətin daha ağır formasıdır. Yəni mən belə deyək də, keçək mən sizə həmişə nə təklif edirdim, mənim tövsiyəmə, belə deyim. Çiçəklənmə bitəndən meyvəni toplayana qədər hər 15-20 gündə bir dəfə 800-1100 qram arası mis sulfatı tona qarışdırıb atmaqla bağı nəinki Botryosfaria, bütün xəstəliklərdən qoruyursunuz. Və demək olar ki, 5 dərmanlama ilə bütün bağ qorunmuş olur. İllik cəmi hektara 50 manatlıq bir xərcdir. Xüsusilə yay çox isti keçirsə, sizi qurtaran yeganə preparat mis sulfatdır. Çünki fikirləşməyin ki, siz hər hansı dərmanlama apardıqca ağacları sağaldırsınız. Ağacların özünün sağalmaq istəyi olmalıdır. Və yetərincə sağalmağa, xərcləməyə enerjisi olmalıdır. Yay həddən artıq isti olduqda isə bitkinin yetərli enerjisi olmur. Çünki bitkidə fotosintez olmur. Və nə dərmanı atsanız da sağalmaq imkanı yoxdur bitkidə. Botryosfaria fikirləşməyin ki, xurmada qalacaq. Yəni, bu xurma ilə bərabər üzümdür, qızıl güllərdir, kividir, püstədir və xüsusilə də alma ağaclarında geniş yayılacaq. Çünki bu göbələk bu bitkilərdə də yaxşı inkişaf edir. Və bu göbələyin həm cinsi yolla, həm də aseksual çoxalma mərhələləri var. Və hər aseksual mərhələsinin də öz fərqli adı var. Məsələn, almada, palıtda diplodiya deyilən bir xəstəlik var. Həmin xəstəlik, qızıl güllərdə dosiorella deyilən bir xəstəlik var. Üzümdə neofiskokum deyilən bir xəstəlik var ki, bu müxtəlif göbələk adları olsa da, bu xəstəliklər Botryosfarianın aseksual mərhələləridir əslində. Və demək olar ki, çox hallarda göbələk mənşəli olmasına baxmayaraq xərçəng xəstəliyi kimi adlandırılır. Çünki xarici əlamətləri onu xərçəng kimi adlandırmaq üçün imkan verir. Bu göbələk düzgün dəyərləndirilmədikdə bütün ağacı məhv edə bilir. Sirayətlənən budaqlarda eninə kəsim aparın. Görəcəksiniz ki, gövdənin içində belə pizza diliminə oxşayan bir qaralma var. Qurumalar da müşahidə edəcəksiniz. Yəni, fuzaryoz kimi, vilt kimi gövdənin içində quru ləkə göstərir. Amma yəni, bütün ağacı da quruda bilir. Pizza dilimi kimi olmaya bilər. Yəni, tam qara ola bilər. Kim istəyir bu xəstəlik genişlənməsin? Yəni, ciddi bir şeydir bu. Ciddi bir xəstəlikdir. Bunun yayılması daha çox sürətlidir, yəni demək istəmir. Yəni, kim istəyir yayılmasın, elə bu dəqiqə torpağını analiz etməlidir, bağına amafos və yaxud da maf verməlidir. Bu dəqiqə. Yayda da mövsüm boyu mis sulfatla dərmanlamasını axsatmamalıdır. Yəni, konkret olaraq heç bir dərmanlama Botryosfarianı bağdan apara bilməz. Yəni, qeyri-mümkündür. Kimsə hansı dərman, difekanazol ən çox tövsiyə olunur. Belə deyim, internetdə mi deyim, chat GPT-də mi deyim, əsasən difekanazol tövsiyə olunur. Amma mən konkret sizə deyirəm ki, difekanazol konkret olaraq bu xəstəlikdə heç bir şey yaramır. Haradasa ola bilər xəstəlik yoluxmasız hansısa bir şey yaraya bilər. Konkret olaraq xəstəlik varsa heç bir şey yaramır. Zaten mən hər il tövsiyə edirəm və hər ildə daha çox genişlənəcəyini də proqnozlaşdırıram. Və o şəkildə də davam edir. Ya konkret olaraq bağlarınıza vaxtında, yəni vaxtında tələb olunan vaxtı, ağacların üstündə yarpaqlar tökülməmiş amafosunuzu verin. Ya da ki, bağlarda bu problem genişlənə gedəcək dediyim kimi, kividə də çıxacaq ortaya, üzümdə də çıxacaq ortaya, almada da, yəni digər bitkilərdə də bu göbələyin yayılması və bu göbələk
fuzarioz kimi, vertisilium kimi deyil. Bu daha ciddi bir şəkildə fəsad qoyur ortaya və konkret olaraq bağı məhv eləyə bilir.